Uşaqlarda qorxuya qarşı həssaslığı artıran amillərdən əsası ailə mühitidir. Və bu da əsasən genetik amillərə gedir. Əgər evdə valideynlərdən biri nəyəsə qorxusu və ya fobiyası varsa, bu övlada da keçir. Əgər bir valideyn hörümçəkdən qorxursa, bunu övlada da yansıdır. Və digər tərəfdən isə sosial mühit. Əgər dostlarından kimsə nəyəsə qarşı uşağın qorxusu varsa, uşağın da ona qarşı qorxusu olacaq. Yaranır. Və digər tərəfdən ətrafdakılardan eşitdikləri. Bəzi restoranlarda əyləncə məqsədi ilə gətirilən klonlar olur ki, və ya panda şou olur ki, və digər alov şoular. Bunlar da uşaqların qorxmalarına daha çox səbəb olur və ad günlərində uşaqlar birlikdə oynadıkları zaman alov şou görürlər. Amma digər onun yanında deyir ki, mənim əlimi yandırıblar və o danışdığını görür. Əslində onun əli yanmayıb, amma o danışdığını eşidir digər dostundan və ona da qarşı, alov şouya qarşı qorxusu yaranır. Qorxusu yaranır.